Namaste, sizi Balidən salamlayıram. Hər birimizi maraqlandıran mövzu qocalmaq. Nə etməliyik ki, qocalma prosesini ləngidək? Ümumiyyətcə, necə etməliyik ki, bizdə daxildə qocalma prosesi zəifləsin, onun sürətini azaldaq. Çünki biz baxırıq, bəzi insanlarda o çox sürətlə gedir, bəzi insanlarda çox yavaş gedir. Yəni ətrafımıza diqqət etsək, görürük ki, kimsə kimdənsə 30 yaş böyükdür, amma onun yaşını göstərir. Bu nəyə görə baş verir? Bir neçə sir sizə açacağam. Birincisi, mən elə düşünürəm, psixoloji faktordur. Əlbəttə, burada indi siz deyə bilərsiniz ki, irsi də ola bilər, genetika ola bilər. Bəli, o da var, amma sən sonra öz həyat tərzində onu məhv edə bilərsən. Genetika bir növ sənə təsir edir, amma sonra səndən asılı olur. Ən birinci, o sənin psixoloji durumundur. Sənin bu həyata qarşı yanaşman. Bu çox önəmlidir. Mən hər zaman deyirəm ki, misal üçün, 35 yaşında xanım, bir neçə misallar çəkəcəm, sizə aydın olacaq. 35 yaşında xanım və yaxud 30 yaşında xanım, bəzi hallarda biz baxırıq ki, elə giyinir, o belə yaşlı xanımın paltarlarını giyinir. Sanki bu artıq özünü qocaldıb, özünü artıq bir yaşa dolmuş xanım kimi hiss edir. Amma 35 yaşı var. Orada psixoloji olaraq bu insan özünü proqramlayıb. Şuuraltı sənə deyir ki, sən artıq xanımsan. Orada bilirsiniz nə baş verir? Səndə ayaqlarında ağrılar əmələ gəlir, belində. Çünki sürətlə sənin beynin o proqramı götürür. Yəni 50-60 yaşında xanımın bədəni, şuuru, zehni, hərəkətləri necə olmalıdırsa o proqramı götürür. Bu çox qəribədir. Çünki siz bu bilgisayarı biz necə bu günləri yönəltdiksə elə də işləyir. Sən əslində o rutini, o prosesi qırmalısan. Baxın, misal üçün 15 yaşında, 13 yaşında gənc o gezəndə necə belə atdana gezir və yaxud pilləkənləri düşəndə belə sürətlə düşür, atdana düşür. Sən bu günləri 40 yaşında, 45 yaşında onu eləməlisən. Mən şəxsən onu edirəm və mən çox xoşbaxtam. Sən bu günləri səyahət etməlisən. Həyat dolu olmalısan. Yəni, anlayın, sən başlamalısan gənc uşaq kimi gülməyə. Bax, o 10 yaşında, 15 yaşında necə gülürdün? Həyat dolu idi. Baxın bu quşların səsinə, necə o quşda problem yoxdur, onda gərginlik yoxdur, məhsuliyyət yoxdur. O azad həyatını yaşayır. Çalış sən də. O tələbə vaxtları necə gülürdün, elə gül. Giyimlərin belə easy olsun, light olsun. Düşünmə sənin haqqında nə deyirlər, nə düşünürlər. O insanlar sadəcə olaraq danışır. Belə bir söz var, deyir ki, it hürər, karvan keçər. Səni o maraqlandırmamalıdır. Onlar bu günləri sənin haqqında neysə pis danışır, sabah yaxşı şey danışır. Yəni, o qədər bir-birinə yaxındır hər şey. Yəni, heç kimə fikir vermə, bu komplekslar səni saxlamasın. Mən bunları nəyə görə deyirəm? Çünki bilirəm bizim millətdə ego, komplekslər, o bloklar, bunlar çoxdur həddindən artıq. Yəni, Avropalılar kimi deyirik, biz müəyyən ustanovka içində yaşayırıq. Çünki biz elə tərbiyə alırıq, elə böyüyürük, bizi elə yetişdirirlər. Ona görə də onu durub birdən-birə 30 yaşında, 35 yaşında qırmaq, hər adam onu edə bilmir. Amma biz onun üzərində işləməliyik ki, o proqramı qıraq. O köhnəlmiş bir proqramdır. Düzdür, milli adət ənənələrimiz çox gözəldir, amma oradan bəzi şeyləri biz ümumiyyətcə çalışmalıyıq həyatda. Hər şeydən yaxşı şeyləri götürməliyik. Negativ şeyləri götürməməliyik. Özün şuurlusan düşün. Sənə yaxşı təsir etdirən sənin nədir? Əgər səni nəsə pis təsir etdirir,
sənə gərgin gəlir, stres yaşadır, sən ona yox deməlisən, fərqi yoxdur. Hətta belə doğma anan olsun. Yox deməyi bacar və onda həyatı ələ alacaqsan. Onu bacarmadınsa, sən bütün həyatını kiməsə həsr edəcəksən, o da düzgün deyil. Sən bu günləri düşüncəvi dəyişirsən. Vsyo. Hər gün yatanda sən düşünürsən, ümumiyyətlə belə bir meditasiya var yoqada. Sən başlayırsan saymağa illərini. Misal üçün sən 45 yaşın var, sayırsan 44, özünü təsəvvür edirsən 44 yaşında, 43, özünü təsəvvür edirsən 43 yaşında. Elə düşürsən 20-yə qədər. Bunu mütləq et. Hər gün 5 dəqiqə vaxt alır. Et, sonra yat. Çünki bax bu maşını, bu prosesi, bu kainatı düşünən, idarə edən prosesoru sən idarə edirsən. Və sən onu proqramlaşdırdın, o başlayır artıq sən istədiyin kimi yaşamağa. Sənin bədənini sanki qocalma prosesini çox ləngidir, bəzi hallarda saxlayır. Düşünün, ola bilsin mən kifayət qədər misallar çəkmədim, amma siz bunu araşdırın. Yəni beynin gücü, beyin nələr edir, çox şeylər edir. Sən bu günləri nəyə inanırsan, o da olur həyatında. Sən oturub belə fanatcəsinə, maksimum dərəcədə, gözündən yaş axan dərəcədə nəyəsə inansan, mən inandırım sizi, o sizin həyatınızda baş verir. İkinci faktor, sənin qidalanmağın. Bu çox önəmlidir. Biz bu günləri daxilimizə nə qoyuruqsa odur. Ümumiyyətlə, baxın, bizim mədəmiz təxminən o boyda, başımız boyda, beyin boyda bir mədəmiz var. Bu qədər. Çox önəmlidir onun içinə nə qoymaq. Ümumiyyətlə, Ayurvedada, Hind fəlsəfəsində, ümid edirəm səsim gəlir sizə, quşların səsi, bura inanılmazdır dostlar, Bali bir nağıldır, bir fantastikadır. Sanki başqa planeta düşürsən. Sənin mədən ikinci beynin sayılır. Çünki əgər mədəni belə iç tərəfdən baxsaq, ora beyin kimi orada deməli cizgilər var. Çox önəmlidir. Bax bu aparatı, bu maşını çalışdıran yeməkdir, enerjidir. Yəni sən yediyin şeylər sənə enerji verməlidir, sənə güc verməlidir. Əgər sən xanımsansa, sən əsaslıqla yüngül yeməklər yeməlisən, satvik yeməklər yeməlisən. Meyvə, tərəvəz, çox belə quru meyvələr, misal üçün belə şeylərə daha çox üstünlük verməlisən. Ağır şeylər yox. Hər şey ətlə, ət yox. Yumurta ye maksimum. Arada biraz toyuq ye. Çalış özünü yüngül saxla. Sən mədəvi yüngül saxladın, o sənin yeməyin sənə enerji verməlidir. Ümumiyyətcə, sən baxmalısan, bax mən bu günləri bunu yedim, mən özümü necə hiss edirəm? Əgər məndə bax belə axdımsa, sanki enerjimi aldılar. Yəni elə də olur. Uca halım yoxdur. İşdə abed elədim, uca yuxum gəlir. Ayda bir 15 dəqiqə gözümü yumsaydım, nə yaxşı olardı. Əgər sən onu deyirsənsə özünə və yaxud yemək yeyəndən sonra çalışırsan o amerikananı bir dənə içərsən, gözlərin açılsın. Deməli, o yemək sənə düşmür. Onu yemə. Evdən gətir və yaxud özün üçün hazırla. Biz çox gözəl olardı ki, özümüz üçün yeməyi hazırlayaq. Çünki oraya biz enerjimizi ötürürük. Hazırladığımız yemək 40 dəqiqə, 1 saat maksimum ərzində yeyilməlidir. Biz onu edib, hazırlayıb, xaladenika qoyub sabah, birisi gün yeməməliyik. Yəni, olmaz belə şey eləmək. O ölü yeməkdir. Sən onu yeyirsən, o dayda sənin həyat gücünü alır, aparır. Onsuz da azdır, biraz da alır, aparır. Yeməyi özün hazırla, özün ye. Düyüdür, qreçkadır, yəni yüngül şeylər. Ümumiyyətlə, qreçka çox zəngindir. Çox adamlar onu sevmir, bizə belə çox ucuz onu təqdim ediblər də. Amma siz nə qədər, elə bir ki, ət yeyirsən, o qədər zəngindir. Araşdırın, oxuyun. Mən bu günləri özümə yatırım etməliyəm. Mən gedib
çox üzr istəyirəm, gic-gic şeyləri araşdırıram. Flankes nə elədi, flankes hara getdi, oxuyuram, nə edirəm. Amma özümü necə bəstəməyi bizə maraqsız gəlir. Çünki biraz cahillik var insanlarda, biraz şuursuzluq var. Hələ düşünürük ki, pul olsun, hə gəlirəm, otururam bahalı kafedə, yeyirəm. Yox, sən orada düzgün yeməklər yemirsən. Sən bilməlisən düzgün yeməklər yeməlisən ki, sən bu günləri sağlam qalasan, güclü qalasan, xəstələnməyəsən. Bilirsiniz xəstəliklər necə gəlir? O bir ay ərzində, 2 ay ərzində sənin qapı döymür. İllərlə yetişir. Bax sən həmən o düzgün yeməkləri yeməyə o başlayır. O şəkərdir, undur, çörək çox yeyirsən, bilmirəm, cheesecake-dir, nədir, lazım olmayan şeyləri, süni şeyləri, fake şeyləri yeyirsən, orada xəstəliklər yaranır. Sonra gedirsən həkimə, o biraz da səni korladır, dərmanlar yazır, kimyəvi preparatlar yazır. Sənin mədən ən azından sıradan çıxdı, problemlər yarandı. İnsanların mənfi tərəfi odur ki, biz dünyaya gələndə, baxın, biz bir paltaryuyan maşın alırıq, içindən çıxır o istifadə etmə qaydası da, bu boyda kitabçadır. Adi bir dənə balaca bir kolonka alırsan, onun da içindən istifadə qaydası çıxır. Amma sən dünyaya gələndə, bax bu özəl aparatı, özəl maşını, insanı, istifadə qaydasını sənə xəstəxanada həkim vermir. Fərq budur. Ona görə də sən bunu necə oldu istifadə edirsən. Necə oldu istifadə edirsən, tez qocalırsan, xəstələnirsən, əsəb olursan, düşürsən həkimlərə, dərman, nə bilim nə. Düşünürsən ki, elə ancaq pul olsun, mən özümü müalicə edəcəm. Yox, sən özünü müalicə edə bilmirsən sonra. İndidən başa düşməlisən, bax bu aparat, bu mədə necə işləyir. Çünki bu bizim, dostlar, biz nə yeyirik, o bizim qanımızdır, o bizim qanımıza çevrilir. Yəni o qədər önəmlidir ki, sən gedib o marketdən yumurtanı alıb yeməyəsən, sən kənd yumurtası yeyəsən. Çox primitiv başa salıram. Sən ağ pendir çox yeməyəsən, onun xeyri yoxdur. Süd məmulatları istifadə etmə, o səni öldürür. Araşdır, yeməyinə diqqət et, onu demək istəyirəm. Üçüncü, sənin fiziki hərəkətlərin. Sən, baxın, təsəvvür edin, sənin bir avtomobilin var, qoymusan onu qaraja, heç vaxt istifadə etmirsən. Bir müddətdən sonra onun yağı quruyur, onun nə bilim tormoz sistemi quruyur, akkumulatoru yatır və s. və s. Bütün elektronika, hər şey sıradan çıxır. Oldu, yəni istifadəyə yararsız. Həmçin də bax bu aparatdır. Sən əgər bu günləri heç nə etmirsən, fiziki hərəkətlərin yoxdur, özvə biraz açıq deyim, əziyyət vermək istəmirsən, zala getmək istəmirsən, yoga etmək istəmirsən, onda heç olmasa onlayn qoşul mənim dərslərimə. Amma nə isə et. Bax bu sistem başlasın işləməyə, qolların, enerjilərin, beynin. Yogada nəfəslər var. Sən nəfəsi verirsən, kapalabhati, bastrika, sənin beyninə sürətlə oksigen gedir, gözlər açılır, kreativlik yaranır, beynində lazım olmayan məlumatlar silinir. Nə gözəl. Yoga səni bu günləri cavan edir, səni güclü edir, səni həyat dolu edir. Və sən güclü, enerjili oldun, həmən o həyatı milyonlar qazanmaq istəmirsən, fiso da. Bir var, onu xəstə bədəndən qazanırsan. Bir də var ki, güclü bədənlə, həvəslə, səsin güclüdür, bədənin güclüdür. Bilsən necə, sən artıq məğlub olmayan olursan bu həyatda. İşində də uğurlu olursan, ailəndə də uğurlu olursan, öz sözünü deyirsən, həyatı nəhayət başlayırsan yaşamağa. Amma bundan qabaq yaşamırdın. Bundan qabaq sadəcə olaraq bir fiqur idi, kölgə. Həyatını ələ al. Fiziki hərəkətlər, necə ki insan yatmağa ehtiyacı var, qidalanmağa ehtiyacı var, eyni zamanda da onun fiziki hərəkətlərə ehtiyacı var. Amma insanlar bu günləri onu çox ucuz tutur. Çox belə hobbi kimi baxır. Hə, vaxtım olsaydı gedərdim yogaya, amma işlə vaxtım yoxdur. Yox, nə qədər istəyən vaxtı da var. Gedir, padruqası ilə oturur kafedə 2 saat boş-boşuna qeybət edirlər. Ona vaxt var.
Kiminəsə 1 saat telefonda danışır. İşini boş-boş bir də görsən bax nəysə edir. Hər şeyə vaxt tapır. O bilirsiniz nəyə oxşadır? Namaz qılan kateqoriyası var. Deyir ki, belə indi onu demirlər, utanırlar da. Deyir ki, ayda mənim namaz qılmağa vaxtım yoxdur da. İşim çoxdur, ya nə yoxdur. Yəni namaz qılmaq 5 dəqiqə vaxtdır. Sən vaxt axtarmamalısan onu etməyə. Bəzi hallarda giririk misal üçün ayaq yoluna, yarım saat orada telefonla oynayırıq. Amma sən günlük proqramlaşdırsan, əsas o da sənin istəyindir. Sən bu günləri nə istəyirsən? Nə istəyirsən o da olur. Ona görə çox önəmlidir. Beynini formatlayırsan, yönəldirsən, mən cavanam. Mən hərəkətlər edirəm. Görsən ki, sənin beynin deyir ki, ay o qolva ağrı verir, çiyinə ağrı verir. Onu saymırsan. Всё. Mən bunu eləməliyəm. Nə danışırsan? Özünü bir sözlə inandır. 40 yaşın var, özünü inandır ki, sənin 20 yaşın var. 60 yaşın var, özünü inandır ki, sənin 40 yaşın var. Bu qədər. İnandır. Elə. Görəcəksən nəticəsini. Bir ildən sonra deyəcəksən ki, ayda mən qat-qat güclü olmuşam. Enerji gəlib. Düzgün qidalan. Düzgün qidalanmağın çox gözəl bilirsən. Nə yemək olar, nə yemək olmaz. Bilmirsənsə araşdır, bax, oxu. Və üçüncüsü fiziki hərəkətlər. Ən gözəli stretchingdir, yogadır. Yoga lap belə o düzgün yoga tapsaz, düzgün nəfəslərlə, düzgün hərəkətlərlə, dartılmalarla. Всё, ən gözəli odur. Çünki bədəndə fassia adlanan bir maddə var. Son illər alimlər qeyd edirlər ki, o bir orqandır. Yəni necə böyrək, necə cigər, o bir orqandır. Onun dartılması çox önəmlidir. Gənc insanlarda görürsünüz, balaca uşağın ayaqlarını bügünlə elə də qalsın. Şpaqata oturur, elə də qalsın. Çünki bədənində məlumat yoxdur. Fassiyası çox yumşaqdır, elastikdir. Necə ayağını, əzələsini dartırsan, elə də qalır. Amma insan yaşdaşa o fassiya quruyur. Ona görə də baxırsan ki, insan öz gedişindən yaşını göstərir. Yəni qollar sallanmağa başlayır, əzələ yoxdur. Çox vaxtı qadınlarda bu olur. Buralar belə sallanır. Çox qəşəng görsənmir də, estetik görsənmir. Amma sənin qolların güclü olanda, nələrsə edirsən, qollar güclənir, sinən açılır, çiyinlər gedir arxaya, qamətin. Всё, sən olursan artıq bir neçə il atırsan önə. Nələrisə edirsən, yenidən bir neçə il atırsan önə. Düzgün qidalan. Çünki sənin daxilindən təsir göstərir, sənin dərinin parlaqlığıdır, sənin dırnağındır, saçının keyfiyyətidir. Bunlar hamısı daxildən gəlir. Biz öyrəşmişik xaricə yatırım edək. Ən bahalı şampunu alıb istifadə edəcəm. Ən bahalı, nə bilim, estetik gedib elətdirirəm. Oramı dartıram, buramı dartıram. Bu hamısı xarici faktorlardır. Mən demirəm eləmə. Cüzi miqdarda nələrisə edə. Mən hər zaman deyirəm. Yəni cüzi miqdarda çox az, amma sən bunun aslılığına keçmə. Aslı olma ondan. Güclü ol, özünə inan, özündə əminlik yaransın. Səni bu günləri önə aparan odur. Okey dostlar, özünüzə yaxşı baxın. Sualınız olsa yazın. Əgər videonu bəyəndinizsə, əgər bu məlumat sizə faydalı idisə, videonu bəyənin və yazın. Məni də motivasiya edin, məni yenidən daha maraqlı videolar sizinlə çəkim paylaşım. Balidən salamlar.